Yenidən negativ xarakterli videoların yayılması psixoloji nöqteyi nəzərdən qəti qadağan olmalı. Çünki nəyi yayırsansa o çoxalır. İntiharı yayırsan o çoxalacaq. Bu cür videoları yaysaq bu cür videolar çoxalacaq. Yəni belə demə psixoloji faktlara əsaslandığı üçün formasında, yəni qəti qadağan olmalıdır şəklində sözlərin ifadəsindən təklif edərəm ki, biraz çəkinək. Yəni yox, bir söhbət nədən ibarətdir? Yəni hər kəs də bunu nümunə götürdüyü üçün informasiyanı, üzr istəyirəm, bu informasiyanı siz çəkib yaymısınızsa, bu informasiyadır. Yaymısınızsa, mən jurnalistəm və yaxud da sosial şəbəkə istifadəçisiyəm. Mən bunu yaymaqda sərbəstəm, mənim bunda məsuliyyətim yoxdur. Profesional olaraq, üzr istəyirəm, profesional olaraq yayımla məşğul olan şəxslərin isə orada uşağın mənafeyini qoruyub, onun üz cüzcilərinin görünməməsini təmin etmək kimi belə bir öhdəliyi var. Amma